Mən ilk gəlirim 20 manat olmuşdu və o pulu yoldaşım da sağ olsun mənə çox dəstək olur. Mələkəm Əyyubovan. Aha. Kürəkənli olmaq. Məşhur olmaq kimi bir dərdim olmayıb zaten də. Erkən yaşda işləməyə başladım deyə. Mərdan özünü necə ata kimi hiss eləyir. Nə soyunmaq, nə də güllü geymək istəmirəm. Könüllü danışın bu dəfəki qonağı müğənni Mərdan Kəzimov. Mərdan, xoş gəlmisən. Salam, xoş gördük. Gönül səni və hər kəsi salamlayıram. Bugün gözəl bir gündür, yağışlı bir gündür, amma yağışda da bir bərəkət var, belə deyim, həqiqətən də. Ümidvaram ki, gözəl bir müsahibə olar. İzləyicilərimiz sıxılmadan izləyərlər sona qədər. Öncədən deyim ki, sənlə danışacağım, çünki bir dostluğumuz var. Əlbəttə, hə. Çünki siz desəm, o səmimi olmayacaq. Məncə də. Mən sənlə başladım deyəsən, mən elə xatırlayıram. Yoxdur bizdə. Necə gedir? Yaxşıdır hər şey? Məndə yaxşıdır. İlk konsert hazırlıqları. Səndə necə gedir? Yaxşı gedir. Gördüyün kimi yaşlanmışam biraz. Konsert hazırlıqları bir balaca ağır gedir. Bu belə olacağını gözləmirdim. Amma zövqlü şəkildə irəliləyir, belə deyim. Yəni bu yorğunluq xoş yorğunluqdur. Ümidvaram ki, geri dönüşləri də yaxşı olacaq. Mərdan, müğənnilər var ki, 20-30 il səhnədə olurlar, amma konsert verməyə risk etmirlər. Daha çox bunu sponsora, pula bağlayırlar. Necə risk etdi? Necə bu qərara gəldi? Əslində bizim icra elədiyimiz musiqi tərzi konsertə daha yatkındır. Toylara da tələbat olur bəzən, amma daha çox biz konsertdən qazanırıq deyə. Mən əslində konsertlərim olur. Davamlı bölgələrə gedirik. Belə deyim, bəlli bir quruluşlarla, markalarla, qurumlarla daha doğrusu markalarla. Solo olaraq sadəcə ilk konsertim olacaq. Bu da riskdir əslində, amma dinləyicilərin dəstəyi ilə mən bu qərarı verdim. Çünki konsert istəyən çox dinləyicilərim var idi. Sağ olsunlar, məni cəsarətləndirdilər. Mən konsert üçün biletləri çıxartdım satışa və gördüm ki, həqiqətən də musiqi tərzimiz sevilirmiş, dinləyicilərim sağlam dinləyicilərmiş. Yəni, sağlam dediyim, türkçə sağlam. Əsl dinləyicilərim var, yəni sağ olsunlar ki, məni tək buraxmayacaqlar bu konsertdə. Ən böyük dəstəkçin kimdir? Maddi soruşmuram, mənəvi. Çünki bilirəm ki, maddi dəstəkçin yoxdur. Ailəm həqiqətən mənə hər zaman dəstək olubdur musiqi barəsində. İlk addımlardan anamgil dəstək olubdur, amma hal-hazırda onlarla yanaşı yoldaşım da sağ olsun mənə çox dəstək olur mənəvi olaraq. Çünki mən belə çıxmasın heç vaxt maddi dəstək gözləməmişəm heç kimdən. Çalışmışam ki, hər şey özüm edim ki, özümünkü olsun. Yəni balaca olsun, amma özümünkü olsun. Gördüyüm iş, belə deyim. Ona görə mənəvi dəstək önəmlidir mənim üçün. Bunda da ailəm sağ olsun ki, yanımdadır. Hələ məsələn, bunu etiraf edeyim. Biz hələ Mərdan təzə başlayırdı. Biz oturub danışırdıq ki, bu olsun, o olsun. Həmişə Mərdanın maması deyirdi ki, yaxşı olacaq, konsert də olacaq, qəşəng kliplər də olacaq. Həmişə deyirdi anam. Deyir, sənin nə yaşın var falan. Deyirəm ki, yox da, cəmaət. Məndə əvvəl bir takıntı var idi ki, düşünürdüm ki, cəmaət erkən yaşında uğur qazanır, məşhur olur falan. Ya məşhur olmaq kimi bir dərdim olmayıb zaten də. Məşhur olmaq istəsəydim zaten 15 ildir işləyəm. Çoxdan daha böyük bir məşhurluq qazandım. Çünki məşhur olmaq günümüzdə çox asandır. Bir TikTok'a bir video çəkək ataq, məsələn, sabahsı gün məşhur olacaq. Amma önəmli olan yaxşı məşhur olmaqdır. Nəysə, sözüm ona deyil. Çox sıxılırdım belə ki, niyə olmur filan. Həmişə anam deyirdi ki, narahat olma, hər şey yaxşı, hər şeyin bir vaxtı var, səbirli ol. Çox sevilən mahnıları, retro mahnıları ifa etmək əslində yeni janrda, rock stilində biraz riskdir. Çox da riskli deyil. Əslində biraz risklidir. Niyə? Çünki mən tanınmamış mahnıları ifa eləmirəm. Çalışıram ki, dönəmində xit olmuş mahnıları ifa edeyim ki, hər kəs bilsin. Biz məsələn bir ifaçıdan davamlı dinləyəndə qulaq ona öyrəşir. Bəli. Fərqliliyi bəzən algılamırıq. Dinləyici məsələn bəyənməyə bilər. Bəyənməyə bilər. Bunun riskini gözə alaraq mən çıxmışdım bu yola. Amma elə oldu ki, özümdən bir şeylər qatmağa çalışdım.
mahnılara və bu da alındı. Sibelcan deyib ki, ilk maaşımdan 5 qatlı bir bina aldım. Altında da mağazası var idi. Sən ilk gəlirindən nə almısan? Nəyə xərcləmisən? Nə qədər idi? Mən ilk gəlirim 20 manat olmuşdu və o pulu itirdim mən. Xərcləyə bilmədim bir yerə, itirmişdim. Ona görə danışdım və bir qəribə oldu. İtirdim ilk qazancımdan bir şey ala bilməmişəm yəni. Çünki itirmişəm. Daha sonra yəni erkən yaşda işləməyə başladım deyə qazanclarımı çalışırdım anama verim ki, o daha yaxşı idarə edir, daha yaxşı bilir. Hal-hazırda amma özümdədir, Allah şükürlər olsun. Burada Rəhlə xalaya da salam deyirik. Mən də salam deyirəm. Avroviziyadan danışaq. Danışaq, problem yoxdur. Çünki mən hər il gözləyirəm ki, sən Avroviziyaya gedəsən, çamadanlarımı yığıb saxlayıram, gedə bilmirik. Mən Bu Avroviziyaya iki iştirakçıları necə dəyərləndirirsən? möhtəşəm. Onlar çıxanda çox tənqid olundular. Məsələn, təqdim olundular, amma çox da tənqid olundular. Ola bilər, tənqid oluna bilərlər. Bu normal bir şey. Çünki Avroviziyada üst-üstə bir neçə uğursuzluqlar yaşadıq. İnsanların belə reaksiya verməsi normaldır. Amma ölkəmizin adıdır yəni. Biz sadəcə istəyərik ki, uğurlu olsun. Mən öz adıma deyirəm. Uğurlu olsun, hər şey yaxşı olsun. Yəni çünki ölkənin adı olanda məncə axan sularda durur yəni. Bu belə olmalıdır. Ölkəsini adı, vətənini sevən hər kəs üçün belə olmalıdır. Bu arada mən ilk dəfə Avroviziya seçimlərinə 2013-cü ildə qatılmışdım. Ondan sonra alınmamışdı yəni qatılmağım. Türkiyəyə köçdüm, orada yaşadım falan filan. Biraz uzun bir yol qət elədik. Amma onu da etiraf edim ki, mən bu il Avroviziya üçün mahnı yollamışdım. Sənin xəbərin var. Belə xəbərim yoxmuş kimi reaksiya verməyi gözlədim. Sonradan bildim ki, yəni bu səmimi vermişdim. Yolladım, yaxşı mahnı idi. Mahnı seçilmədi, qrupumuzla getmək istəyirdik. Amma bu, yəni bizi heç, belə deyim, heç bir şəkildə etkiləmədi, təsir eləmədi bizə. Çünki bu yarışmadır. Orada oturanlar daha yaxşı bilir kimi yollamaq lazımdır. Mən o şəkildə düşünürəm ki, onlar dostlarımız da yollayıblar Mamagamı qrupunu. Onlara da uğurlar arzu edirəm. Azərbaycanımız üçün, ölkəmiz üçün yaxşı olsun inşallah. Biz də uğurlar arzulayırıq. İndi belə bir sual verim. Avroviziyaya qatılanda orada müəyyən qaydalara əməl etməlisən. Çingiz Mustafayev çılpaq fotolar çəkdirmişdi. Ondan sonra gedən o 2 dənə oğlan var idi. Onlar güllü-güllü... Soyunmaq şərtdir yəni, elə dedilər yoxsa? Güllü-güllü paltarlar geyinmişdilər. Yəni, sənə bu təkliflər olsa, necə reaksiya verəsən? Mən onları heç birində səni təsəvvür edə bilmirəm. Mən özümü də təsəvvür edirəm. Çünki mən bilirsən, mən həmişə qara geyinirəm falan, belə bu tərzdir. Yəni, mənim tərzim odur. Yəni, getsəm, ümidvaram ki, indi bunları deyəcəm, məni aparmayacaqlar. Getsəm, ümidvaram ki, məni tərzimdən çıxartmazlar. Çünki, yəni, məncə mənə çox da yaraşmaz. Düz deyə, əvvəl vaxtlar bir moda var idi, belə bir güllü köynək modası vardı. Hamı geyinirdi şəhərdə, biz də geyinmişik. İndi olub da başımıza gəlib belə bir şeylər. Amma hal-hazırda istəmərəm, yəni, o tapdığım tərzimdən çıxım, yəni. Çünki hər insan bir axtarış içində olur. Özünü tapanda artıq o tərzdə qalmaq istəyir məncə. Elə düşünürəm. Olmasın, eləməsinlər. Mən nə soyunmaq, nə də güllü geyinmək istəmirəm. Ailə nədir sənin üçün? Ailəm. Belə deyim də, sənin yerinə kim olsa, daha çox populyarlaşmaq üçün şəxsi həyatında gündəmə gətirə bilər. Çünki çox müsaitdir. Ehtiyac yoxdur. Özümə yaraşdırmıram belə şeyləri. Çünki mən nə isə üçün ailə həyatı qurmamışam. Həqiqətən də çox möhtəşəm bir insanla ailə həyatı qurmuşam. Mədəni insandır. Mənə hörmət edir, hörmətlər qarşılıqlıdır. Düzgün baxmıram elə şeylərə, ehtiyac yoxdur. Zaten bilinir, bilənlər bilir, amma bunu niyə insanların gözünə belə, gözünü yoraq daha doğrusu, belə deyim, diksiyamı pozmayım.
ehtiyacı yoxdur həqiqətən də. Yaxşı olar. Yəni mən ona görə biraz o xəbərlərlə qarşıyam ki, bu adı üstündə şəxsi həyatdır, özəl bir şeydir. Özəlin çox da yayılmasının tərəfdarı deyiləm. Amma kim də edirsə də öz şəxsi işidir. Yəni mən onlara da nəsə irad bildirə bilmərəm. Mənə həddim olmaz. Şəxsiyyətlə bağlı son sualı verəcəm. Necə oldu ki, evlənmək qərarını verdin? O an, hansı an idi? O an hansı an idi? Nə bilim, o gözün içinə baxanda, onun gözünün içinə baxanda hiss elədim. Əslində hissiyatlı insan olduğumu deyirlər. O an hiss elədim. Yəni bu haqda çox danışa bilmirəm. Əslində deyəcək sözüm çoxdur. Yəni insanlar birdən düşünər ki, deyəcək sözü yoxdur. Deyəcək sözüm çoxdur, amma mən sözlərimi sadəcə onun üçün saxlayıram. Özəl olduğu üçün özəldə deyirəm. Yəni ehtiyac yoxdur insanların bilməyinə. Bu yöndə biraz belə deyim, bencilliyim var. İstəmirəm yəni ki, ona dediyim sözləri kimsə eşitsin. Mələk xanım Əyyubovan. Kürəkən olmaq. Necə hiss? Kürəkəndən əlavə biz duet ortağıyıq həm də. O da var da, yəqin ki, bilirsən. Biz həmişə bir-birimizi belə çağıranda salam duet ortağı falan belə deyirik yəni. Gözəl insandır. Dost olmağı bacaran insandır o da. Mən çünki həyatda dostluğa çox önəm verirəm. Və böyüyümüzdür. Çox önəmlidir. Böyüklük eləməyi bacarır. Önəmlisi, dünyaya baxış bucaqlarımız eynidir ailələrin. Bu çox önəmli bir şeydir. Mərdan özünü necə ata kimi hiss eləyir? Mən gözəl ata olacağımı düşünürəm. Uşaqlarla aram yaxşıdır. Yaxınlarım bilir ki, uşaqlar məni görəndə həmişə isti davranırlar məndən. İnşallah ki, hər şey yaxşı olar. Allahın qisməti nəticə olar. İnşallah. Konsertə qayıdaq. Konsertə qayıdaq. Çox danışdıq şəxsi həyatdan. Duet ortaqların olacaq konsertdə. Duet ortaqlarım olacaq. Bəli. Konsertdə duet ortaqlarım olacaq. Elə Mələk xanımın özü olacaq. Sağ olsun. Muğam müsabiqəsində bu aralar işləri çoxdur, amma yenə də vaxt ayırdı, gəldi. Cemil olacaq. Cemilin bir mahnısını konsert üçün sürpriz hazırlayırıq duet şəklində. Və mənim dəyərli dostum Orxan Zeynallı olacaq. Orxanla artıq dostluğumuz 12 ildir. Davam eləyir. Son Özün Günahkarsan mahnısında ifa elədik. Allah Aygün bəylərə rəhmət eləsin. Baya bir sevildi, dinlənildi. Orxan da sağ olsun gələcək konsertə. Son sualımı verirəm. Ver, aha. Könüllü olaraq nəyə etiraf etmək istəyirsən? Axır sona gəldik biz artıq. Nə qəşəng. Nə qəşəng deyəndə yəni sıxıcı keçmədi. Başa düşdün yəni pat-pat keçdi, getdi. Könüllü olaraq nə? Bax birdən sualı belə pat-diyə verirsən. Mən bilmirəm nə deyim. Könüllü olaraq nəyə etiraf eləyim? Mən bir etiraf edeyim də sən düşünənə qədər. Bizim Mərdanla dostluğumuz belə başladı. Biz bir verişdə, çəkilişdə idik, çıxıb yolla gedirdik. Bir də Mərdan belədir. Sən nə bürcüsən? Dedim ki, əqrəb. Dedi ki, mamam kimi davranırsan. Ondan sonra biz Mərdanla dostlaşdıq. Elə bir şey olmuşdu. Çünki mama əqrəb bürcü və bürcülərə inanır. Mən əvvəl bürcülərə falan inanmırdım. İndi amma görürəm ki, xarakterlər bir çox şey düzgün gəlir. Könüllü olaraq nəyə etiraf eləyə bilərəm ki, həqiqətən də sən mənim sənətimdə rolun böyükdür. Bunu etiraf eləyə bilərəm. Ağlayacağım. Yox, estağfurullah. Rolun böyükdür, çünki hər zaman mənə inanmısan. Mən belə deyim, çox tanınmağa başlamayanda da mənə inanmısan. Demirsən ki, hər şey yaxşı olacaq, sona qədər yanında olmursan və bunun üçün sənə təşəkkür edirəm və bunu da etiraf edirəm ki, bu verilişi izləyən dostlarımız da bilsin ki, sən çox gözəl bir ürəyə malik insansan. Həqiqətən də gözəl insansan. Ailən çox gözəldir, yoldaşın həqiqətən də çox gözəl insandır. Və sənə təşəkkür edirəm ki, mənə inandın, hər zaman mənə dəstək oldun və bugün konsertimizi hazırlaşırıq artıq. Konsertimiz deyirəm çünki sən də varsan bu işin içində. Bizi izləyənlərə çox təşəkkür edirəm. Ümidvaram ki, sıxıcı bir veriliş olmadı, bir qüsurumuz olmadı. Çox sağ olun, var olun. Təşəkkür edirəm.